Bəzi insanlar ölən insanların doğum gününü qeyd eləmək üçün, paylaşmaq üçün statusda yoxsa harada sosial şəbəkədə paylaşırlar ki, cənnətdəki yaşın mübarək. Şəklində paylayırlar. Ya şəklini, sadəcə yazı, atfamı yazırlar ki, filan ki söyləyib cənnətdəki yaşın mübarək. Ümumiyyətlə, o cür yazılar ölmüş adam üçün şəklin qoymaq və s. Bilirsiniz ki, şəriətdə şəkil ümumiyyətlə qəbul olunmur. Xüsusən də ölmüş adamın. Həmçinin yaş qeyd eləmək də şəriətdə yoxdur. O ki, qaldı ölmüş adamın. Ona görə bu məsələlər, bu fikirlər, bu addımlar şəriətlə uyğun gəlmir. Ona görə tərk eləmək lazımdır. Biz həmişə şəriətə baxaq. Hər bir söz deyəndə, hərəkət eləyəndə baxaq şəriətə, İslama. İcazə verir yoxsa yox. İcazə varsa elə. İcazə vermirsə tərk elə. Əlhamdülillah. Ölmüş adam üçün nə onun şəkili ehtiyacı var, nə onun ad gününü təbrik eləməyə. Ölmüş adamın duaya ehtiyacı var. Dirilərin əgər özündən sonra övlad qoyublarsa, ibadət eləsinlər ki, valideynlərinə savab getsin. Və ya burada yaxınları varsa, onun adından salih işlər görsünlər ki, savab ona getsin. Bu, şəriətimiz deyib və daima dua eləmək. Amma qaldı ki, ildə bir dəfə onu yada salıb, ad günün mübarək və İslamla düzgün gəlmir. Bəli.